evə ağ paltarla getmisən, ağ kəfənlə çıxa bilərsən. Bu cümlə ilə övladınızın taleyini riskə atmayın. Bu cümlə ilə bəyi bu qədər arxayınlaşdırıb qızınızı aciz vəziyyətə salmayın. Bu cümlə o deməkdir ki, qızım, başına nə gəlirsə gəlsin, sən orada qalmağa məcbursan. Bu o deməkdir ki, mənim qızımı söyə bilərsən, döyə bilərsən, başına oyun aça bilərsən, istədiyin kimi təhqir edə bilərsən, amma onun haqqı yoxdur, o evdən çıxsın. Bu bəy dünyanın ən yaxşı adamı olsa da, bu arxayınlaşmanın sonu faciədir. Çünki bu bəy əsla itirmə qorxusu yaşamayacaq, ailəsini qorumaq üçün cəhd göstərməyəcək, özündə olan səhvləri görmək istəməyəcək. Bəli, bəzi valideynlər də var ki, hədsiz həssaslıq göstərirlər, xırda bir söhbətə görə övladlarını boşaltdırmaqdan danışırlar. Bu da evliliyi başqa formada riskə salır. Cəmiyyətimizdə oğlanı arxayınlaşdırıb qızı qorxutmağın nəticələrindən biri də budur ki, artıq gənc qızlarımız evlilikdən qorxurlar. Mən boşanma tərəfdarı deyiləm. Hətta xəyanət görmüş cütlüklərin də münasibətini bərpa edə bilirəm. Amma bu qədər arxayınlaşmış cütlüklər arasında bu münasibəti düzəltmək həqiqətən mümkün olmur.